ehtiyacı var. Belə halda müalicəyə ehtiyacı olan adamların ilk növbədə təhlükə kimi görülməsi doğru deyil. Bu, digər veteranlara dəstək üçün müraciətdən soyudacaq. Adam düşünəcək, mənim adım niyə dəliyə çıxsın? Sonra gəl hamıya sübut elə ki, dəli deyilsən. Belə düşünən adamdan da lazım müayinələr yan keçəcək. Adam öz problemləri ilə tək başına qalacaq. Cəmiyyət, yaxınları, ailəsi, dostları, problemləri olanlara dəli kimi yanaşması onun özünə daha çox qapanmasına səbəb olacaq. Reallıq ona görə filmdən daha pisdir ki, filmlərdə ekstrem hallar var. Amma rutin olaraq bu adamlar özlərinə zərər verir, öz həyatlarına son qoyurlar. Filmlərdə veteran obrazların yaşadığı flashbacklər və travmalar elə fikir yaradır ki, bu problem həmişə olub. Tarixə baxanda isə vəziyyətin nisbətən ayrı cür olduğu bilinir. Hərdən insanlar əvvəllər belə fenomenin olmamasının əlində bayraq eləyirlər.